Salam. Gəlin bu gün adi bir gölməçə lilinin, yəni o yaşıl təbəqənin dərinliklərinə baş vuraq. Bəlkə də sadə görünür, amma inanın onun içində inanılmaz sağ qalma sirləri var. Gəlin bu sirlərin üstünü birlikdə açaq. Yaxşı, gəlin hər şeyi bu çox vacib sualla başlayaq. Necə olur ki, yayda hər yeri bürüyən o yaşıl təbəqə qışın amansız soyuğuna, qaranlığına dözə bilir? Yəni, hara yox olur və sonra necə geri qayıdır? Cavab həqiqətən də adamı heyrətləndirir. İndi isə gəlin ilk öncə yosunlara olan baxışımızı tamamilə dəyişək. Onlar sadəcə lil deyil, əslində planetimizin ən qədim sakinlərindən bəziləridir. Əsl sağqalma ustalarıdırlar. Bəs yosun deyəndə nə başa düşürük? Yox, onlar sadəcə yaşıl bitkilər deyil. Təsəvvür eləyin ki, bunlar milyardlarla il əvvəl bizim planetin atmosferini oksigenlə doldurmağa başlayan ilk canlılardandır. Yəni, faktiki olaraq onların sayəsində biz bugün buradayıq. Yaxşı, indi gəlin onların möhtəşəm strategiyasının birinci hissəsinə baxaq. Yayda baş verən o inanılmaz populyasiya partlayışı. Yay fəslini yosunlar üçün əsl cənnət kimi təsəvvür edin. Bol günəş, isti su, hər tərəfdə qida. Belə bir şəraitdə onların sadəcə bir məqsədi var. Nəyin bahasına olursa olsun, mümkün qədər sürətlə çoxalmaq. Bu, sanki qış gəlmədən əvvəl zamanla bir yarışdır. Yaxşı, bəs necə olur ki, bu qədər sürətlə çoxala bilirlər? Sir çox sadə bir sözdədir, mitoz. Bu prosesi bilirsiniz, eynilə bir Xerox aparatı kimi düşünmək olar. Bir hüceyrə daxil olur, o özünün mükəmməl bir kopyasını yaradır və nəticədə iki eyni hüceyrə alınır. Çox sadə, çox sürətli və inanılmaz dərəcədə effektiv bir üsuldur. Baxın, proses belə gedir. Hər şey tək bir gen dəstinə malik, xoşbəxt bir haploid hüceyrədən başlayır. O, öz DNT-sini, yəni genetik materialını kopyalayır və sonra bəsitcə ortadan ikiyə bölünür. Bəssalam. Birindən 2 eyni hüceyrə yaranır. Sonra 2-dən 4, 4-dən 8, 16 və beləcə göz qırpımında bütün gölməçiyəni bürüyürlər. Amma bildiyimiz kimi, hər yayın bir sonu, bir payızı var. Və bax, hekayənin dönüş nöqtəsi də elə buradır. Şərait dəyişir, sərtləşir. İndi yosunlar sağ qalmaq üçün öz oyun planlarını 180 dərəcə dəyişməlidirlər. Bəli, burada hekayənin ən gərgin anı başlayır. O isti, günəşli günlər bitəndə nə baş verir? Yosunların o cənnət kimi həyatı bitir. Bəs indi nə olacaq? Görəsən, onların bir B planı var? Bu müqayisəyə bir baxın, fərq həqiqətən də inanılmazdır. Yayda bütün strategiya sürətli artıma, yəni saya köklənmişdi. Qışda isə tək bir məqsəd var, nə olursa olsun sağ qalmaq. Bu sadəcə bir plan dəyişikliyi deyil, bu mikroskopik səviyyədə əsl sağ qalma ustalığıdır. Yaxşı, bəs bu qış planının əsas qəhrəmanı kimdir? Diploid zigot. Bu onların super hüceyrəsi, onların xilaskarıdır. Bunu sanki hər cür təhlükədən qoruyan bir sığınacaq, bir banker kimi düşünün. Və ya bütün qışı yuxuda keçirmək üçün hazırlanmış zirəhli bir toxum. Deməli, payız gələn kimi o sürətli kopyalama, yəni mitoz prosesi dayanır. Bunun yerinə tamamilə fərqli bir şey baş verir. İki ayrı yosun hüceyrəsi bir-birinə yaxınlaşır, genetik materiallarını birləşdirirlər və nəticədə bu super dözümlü sağ qalma kapsulunu, yəni zigotu əmələ gətirirlər. Bu cümlə əslində bütün hekayənin özətidir. Bir anlıq düşünün. Milyonlarla hüceyrədən ibarət nəhəng bir populyasiya məhv olur, yox olur. Amma bütün bir növün gələcəyi o tək bir möhkəm hüceyrənin içində səbirlə yazın gəlişini gözləyir. Möhtəşəm deyilmi? Və o uzun, soyuq, qaranlıq qış bitəndən sonra nəhayət hekayəmizin üçüncü və son pərdəsi başlayır. Möhtəşəm dirçəliş. Bahar gəlir, günəş üzünü göstərir, su isinməyə başlayır. Bütün bunlar o yatan zigot üçün sanki bir zəngli saat rolunu oynayır. Artıq oyanmaq və yeni bir nəsli dünyaya gətirmək zamanıdır. Və bu oyanış da başda bir möcüzəvi proseslə, meyozla baş verir. Yadınızdadırsa, yaydakı mitoz prosesi eyni ilə kopyalar yaradırdı. Meyoz isə tamamilə fərqlidir. O tək zigotu 4 yeni, amma genetik olaraq fərqli hüceyrəyə bölür, yəni genləri qarışdırır. Bu da təbiətin bir növ hiləsidir ki, gələcək nəsillər daha güclü, daha fərqli və dəyişikliklərə daha uyğun olsun. Və beləliklə həyat dövranı tamamlanır, bu qrafikdə bütün prosesi bir yerdə görürük. Yayda sürətli çoxalma, payızda birləşmə, qışda dərin yuxu və yazda yenidən oyanış. Bu sanki təbiətin ritmi ilə mükəmməl bir ahəng təşkil edir. Yaxşı, bütün bu mikroskopik dramın bizim üçün əhəmiyyəti nədir? Yəni, niyə bu bizim üçün maraqlı olmalıdır? Gəlin indi bu kiçik hekayənin əslində nə qədər böyük bir mənaya sahib olduğuna baxaq.
Və bilin ki, yosunların super gücləri təkcə fəsillərə uyğunlaşmaqla bitmir. Bu fakta bir baxın, bu həqiqətən də inanılmazdır. Bəzi yosun növləri, məsələn qırmızı yosunlar, günəş işığının demək olar ki, heç çatmadığı, təsəvvür edin, 200 metr dərinlikdə belə yaşaya bilirlər. Bu sanki zülmət qaranlıqda bir neçə şamın işığında böyük bir meşə salmaq kimidir. Beləliklə, yekun olaraq bu kiçik canlılardan hansı dərsləri çıxara bilərik? Birincisi, sağ qalmaq üçün uyğunlaşmaq şərtdir. İkincisi, heç vaxt sadə görünən bir şeyə aldanmayın. Onun arxasında çox mürəkkəb strategiyalar gizlənə bilər. Və ən vacibi, yadda saxlayaq ki, yosunlar sadəcə göldəki yaşıl ləkələr deyil, onlar okeanların, yəni planetimizin ağciyərlərinin təməlini təşkil edirlər. Onlar həyatın özüdür. Və söhbətimizi bu düşündürücü sualla bitirək. Görəsən, hər gün gördüyümüz, amma fərqinə varmadığımız daha neçə belə sağ qalma möcüzəsi var ətrafımızda. Bəlkə də növbəti dəfə bir su damcısına baxanda, orada gizlənən o möhtəşəm hekayələri xatırlayarsınız. Diqqətiniz üçün təşəkkür edirəm.